Bunu indiyə qədər heç kəsə danışmamışam və heç kəs bilmir. Bir mənim rəhmətli anamdan sapayım. 1943-cü ildə mənim 20 yaşım vardı. Bizim ailədə çətinliklər var. Mən də anam da bir nəzir dedik. Gəldim Bakıya, getdim İçəri şəhərdə Mir Mövsün ağanın evinə. Onu ziyarət etdim və nəzirimi də ona verdim. Ziyarət etmişəm sağlığında. Bütün bu şeyler qadağanıdır. Onda da laf o, onun lafı kəskin vaxtıydı bu şeyler. Amma mənim qəlbim və rəhmətli anamın mənə məsləhətləri məni gətirdi ora çıxar. Yəni düzün mən sizə deyim, mən ora xəlbət getmişim. Fikirləşirdim ki, görəsən, məni gördülər, ora bura çağıracaqlar, məni qısnayacaqlar. Mənə bir şey edəcəklər. O 10 gün keçəndən sonra gördüm bir şey tak yoktu. Belə başa düşdüm ki, da mən oraya getməyimi heç kəs bilməyibdir. Bu qalıb bir mənim özümün qəlbimdə, bir də anamın qəlbində. Bəzən düşünürəm, mən də insanam axı. Mənim də həyatım var, mən də yaşayıram, mən də canlı adamım, belədir. Mən bəzən düşünürəm ki, acaba bu nə cürədir bir belə, bu mənim həyatımda məni öldürmək istəyən də olubdur, məni nə bilim terror istəyən də olubdur, məni batırmaq istəyən də olubdur, filan olubdur. 87-ci ildə Moskvada böyük çaxnaşmalardan sonra mən istifaya gedəndən sonra mənim başıma nə balalar gəldi. Məni orada əzmək istədilər, həbs etmək istədilər, boğmaq istədilər, boğa bilmədilər. Gəldim buraya, burada boğmaq istədilər, boğa bilmədilər. Getdim bir uçqar yerdə yaşadım Naxçıvanda 3 il. Orada boğmaq istədilər, boğa bilmədilər. 2 ildə bura gəlmişəm xalqın iradəsinə. Mən özüm gəlməmişəm buraya. Xalqın iradəsinə görə. Acaba nə cür olur ki, bir belə xəyanətkar, bir belə terrorist, bir belə qəsd edənlər öz təhlərinə nail ola bilmirlər. Allah qoruyur. Sənə hey şükr eyləsin, açla dillərimiz, bizə rəhmət ərizin, acmış gönlərimiz, amin.